Salammış. Buyurun. Sizin vəsiqəyə baxa bilərəm. Hə? Sizin vəsiqəyə. Xeyr. Niyə görə? Düşənmə baxa biləsən, 1165. Can başlar. Bəsləmə komandirim yox. Üzr istəyirəm. Sənətlər zəhmət olmasa. Polis haqqında qanun 3-cü maddə. Polis öz vəsiqəsini təqdim eləməlidir. Mən formadayım, qrajdanski deyiləm. Valla, familiyanız necə idi? İnspektor Hüseynov. Hüseynov. Onlar Xeyr, baxıram. etibarlı 13-12-2010. Çox gözəl. Buyurun Hüseyin. Sənətlər zəhmət olmasa da ekologiya yoxlayacaq. Ekologiya? Dəm qazı yoxlayacaq, sənətlər zəhmət olmasa. O mülki paltarda olanda da... Yox, başa düşdüm, yox. Hüseynov, siz, təbii ki, mən sizi başa düşürəm. Siz də mən düzgün başa düşün. İş ondan ibarət ki, siz polisi üzr istəyirəm. Mən formadayım, məndən nəsə soruşmaq etməyəcək. Formada olmaq, polis olmanızı sübut eləmir. Hansı yanacaqla işləyir bu? 93 markalı. Bəli Hüseynov. Yəni mərki işə sal, işləsin, özün zəhmət olsun düşün gəlin. Ehtiyac yoxdur, siz özünüz idarə edin. Yox, hər şeydə mərki işə sal. Mühərriki bəli, buyurun. Üzünəcək. İşlədi maşın, üç xarş elə maşınlar. Avtomobildə oturaram. Deyirəm, xarş elə düşün baxmalısın, bu məcburidir, xarş elə düşün maşın. Baxmalıyam. Bəli. Qanunlu var onun. Bəli, düşün. Təqdim edin qanunu. Xarş elə maşını baxmalısın. Qapını zəhmət olsun bağlayın. Deyirəm ki, baxmalısın siz. Nəyə baxmalı? Oxumamısan buna abla. İnspektor. Bağlayın qapını zəhmət olmasa. Deyirəm, xarş elə düşün baxın. Zəhmət olmasa qapını bağlayın. Heç bir qanun mənim... Mən istəmirəm maşından düşün, xarş elə baxın. Siz yol polisi müfəttişisiniz, mən sizin sözünüzə inanıram. Mən düşməm. Protokola qeyd eləyərsə hər şeyi. İxrac olan özünüz gözünüzlə tüstünü görüyorsun İlqar. İlqar, vətəndaş İlqar Məmmədov, İlqar deyil. İlqar. Mən sizə familiyası deməli deyil. İlqar Məmmədov, önemli deyil. Mən sizin mənim sözlə gözünüzə baxın zəhmət olmasa. Problem yoxdur, mən sizə deyirəm ki, nəsə. Qeyd edin protokolda, hər şeyi yazın, statiyalarla qeyd edin hamısını, gətirin, təqdim edin, yol çəkək. Cavan oğlan. Bəli. Nə qədər belə sağda olsa belə yaxşıdır. Cənab Hüseynov, qayda qanunla danışıram. Mən sizə nəsə artıq bir şey tələb edirəm. Deyirəm ki, bax, inspektorun tələbi ilə maşından düşməlisin. Düzdür? Xeyr. Düşə bilərəm, bəli. Ancaq o zaman ki, mənim mülkümdən azad olmağımı haqqında mənə bir protokol təqdim edəsiniz. Onu da siz təqdim edəməzsiniz. Onu post patrol xidməti təqdim edərlər. Bəli. Oxuyanda biraz diqqətlə oxuyur, xahiş edirəm. Cənab Hüseynov, oxumadan söhbət getmir. Mən özüm advokatam və çox gözəl deyirəm, oxuyanda mən bütün vəkillərə hörmət edirəm. Amma sadə özünüz aparın. Mən sadəyəm, mən heç bir, mən sadəcə qayda pulunuzun tərəfdaşı deyirəm. Siz də qayda qanun çərçivəsində hərəkət edin, biz də qayda qanun çərçivəsində. Təqdim elədim özümü. Çox gözəl, təqdim elədim. Ekologiyanı yoxlayırıq. Gözəl. Özü də biz iki maşın tüstülüyür. Tüstülüyür, bəli. Tüstülüyür, razıyam, mən sevdim razı deyirəm. Nə bilirsiniz?
Necə? Niye böyle sürüksüz böyle? Xarab oldu, yəni düzəldəcək. Pulum yoxdur, pulum olan kimi düzəldəcəm. Necə olur Hüseyn? Açıq danışam. Ama yine memur hem de hürmet ediyorsun. Teşekkür ederim Hüseynov. Çok sağ ol. Uzak dur onu öyle söyleme. Sağ ol. Дорогие мои, законы нужно знать.